Fevralın 5-də Beynəlxalq Qaleriya və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə bütöv Azərbaycanda Gənclik adlı möhtəşəm sərgi baş tutdu. Tədbirin layihə rəhbəri Aygün Əzizova idi. Sərgi gənclərin yaradıcılıq imkanlarını nümayiş etdirmək, onların incəsənətə marağını artırmaq və milli mənəvi dəyərlərə bağlılığını gücləndirmək məqsədi daşıyırdı. Qeyd edək ki, belə layihələr gənclərin özün ifadə bacarıqlarının genişləndirilməsinə, onların incəsənət sahəsində bir araya gəlməsinə və yeni nəsil rəssamların formalaşmasına mühüm töhfədir. Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova çıxışında Gənclər Həftəsi çərçivəsində keçirilən silsilə sərgilərin böyük maraqla qarşılandığını vurğuladı. O, xüsusilə bölgələrdən olan gənc rəssamların fəal iştirakını yüksək qiymətləndirərək Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevaya və komandasına təşəkkürünü bildirdi. İskəndərova əlavə etdi ki, bu cür tədbirlər gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, onların gələcək inkişafına da güclü stimul verir. Bakı Gənclər Mərkəzinin tədbirlər və layihələr üzrə rəhbəri Kənan Şərifov da tədbirdə çıxış edərək gənclərin incəsənət sahəsində bir araya gəlməsinin, yaradıcılıq mübadiləsinin və yeni nəsil rəssamların formalaşmasının əhəmiyyətini vurğuladı. O, bildirdi ki, gənclərin bir arada olması həm yaradıcılıq mühitini zənginləşdirir, həm də onların milli mənəvi dəyərlərə bağlılığını gücləndirir. Sərgidə müxtəlif yaş qruplarından 100-ə yaxın rəssam öz əsərlərini təqdim etdi. Onların sırasında Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi və RM Art Studionun rəhbəri Rəsmiyə Mahmudova, Zirvə Eduqrata, Panda School və Qala Tədris Mərkəzlərinin müəllimi Təranə Hacıyeva, Aflo Art Studionun rəhbəri və modelyer dizayner Günay Məmmədova, Erif Art Studionun rəhbəri Fidan Rüstəmzadə, İlahə Art Studionun rəhbəri Həyat Şirvanova, Savalan Tədris Mərkəzinin müəllimi Ayşən Şavruqova, Rənglərin Ahəngi Tədris Mərkəzinin rəhbəri Süleymanlı Fəridə, Palitra Art Studionun rəhbəri Asəf Kərimli, rəsm müəllimi Fərəh Babayeva və Salyan Dövlət Kukla Teatrının quruluşçu rəssamı Gülay Qurbanova öz tələbələri ilə birlikdə sərgidə çıxış edərək gənclərin yaradıcılıq gücünü nümayiş etdirdilər. Bu rəssamların hər biri öz tələbələri ilə birlikdə incəsənətin müxtəlif üslublarını təqdim edərək sərgiyə rəngarənglik qatdı. Onların əsərləri həm klassik, həm də müasir yanaşmaları özündə birləşdirərək tamaşaçılara geniş estetik zövq yaşatdı. Sərginin fəxri qonağı Salyan Dövlət Kukla Teatrının direktoru Yaşar Muradov oldu. O, gənclərin təqdim etdiyi əsərləri yüksək qiymətləndirərək belə tədbirlərin incəsənətin inkişafında mühüm rol oynadığını vurğuladı. Tədbirin sonunda iştirakçılara diplomlar təqdim olundu, xatirə fotoları çəkildi.